Axşam üstü nəfəs. Hə, demək bu telefonda demək tutaq ki kanal açmısınız, sonra telefonu dəyişirsiniz, bu parol yaddan çıxır. Onda nə var? Demək YouTube'da hansısa bir dənə tutaq ki boş kanal açılıbdır, ya nəsə bir şey var da bir kanal. Burada vururuq bunun üstünə. YouTube'da hansı kanaldırsa onun üstünə. Ondan sonra yuxarıda haçar var. Haçarın üstünə vururuq. Ondan sonra burada yuxarıda haçardan aşağıda hesablar arasında keçid edin. Bunu vururuq. Ondan sonra plusu vururuq burada yuxarıda. İndi aşağıda ola bilər 1, 2, 3 kanal olar. Olmazsa bu hesab plusu olan üstündən vururuq. Sonra ekran kilidin parolunu yazırıq. Sonra burada deyir ki Cemali bilirsiniz de Cemali bilirsiniz ama parolu bilmirsiniz. Cemali yazırsınız bura. Cemali yazdık mı ora? Ondan sonra növbətin vururuq. Sonra deyir parol ne deyir? Bu parol heç görünsün parol bizlikdir. Parolu unutmuşsunuz, bunu vururuq. Parolu unutmuşum. Başka yol sınayın. Bunu vururuq. Başka yol unutmuşuq, bunu vururuq. Gözləyirik 1-2 saniyə. Hə, o başka yol sınayını vurandan sonra bu gəlir. Burada yazır mətin, burada da çağrı. Çağıran vursaq həmən kanal hansı telefonda açılıbsa ona zəng gedir. Mətini də vursaq, bu hansı telefonda açılıbdırsa da kanal, bu səsini aşağı edin. Hansı telefonda açılıbdırsa da kanal, həmən kanalın axırıncı nömrəsini göstərir sizə burada. Bax, bu 44 ilə açılıbdır bu. Birbaşa mətini vuranda ona ucu kod gedir. Bax, gördüm burada yazır. Bak, bu telefon görürsünüz ki buna kod geldi. Bak, aşağı edirəm, gördünüz kod geldi. Bu yazım kodu yazırıq bura 10 sonra neçədir 76 63 kodu yazdık mı bura növbətin vururuq. Burada yazır ki davam edin. Burada yazır davam et. Vəssalam, şu kanal girdi ona razıyam, razıyam. Sizə gözlüyüm, səsi girəcəkdir kanala. Və görürsünüz. Yəni YouTube'da edirsiniz bu əməliyyat. Baba hemen kanal gördünüz, Ali. Girdi hemen kanala. Bu kadar.